Hər kəsə salam. Kanalıma xoş gəlmisiniz. Sizə bu şampunu göstərmək istəyirəm. Bu şampunu Temudan almışam. Hələ istifadə eləməmişəm. İndi birlikdə istifadə eləyəcəyik. Güya bu şampunu saça çəkirsən, sonra saçlar vuyanda saçı boyanmış olur. Mən aldığım rəng kofe rəngidir deyəsən. Burada yazılmışdı. Aha. Coffee Brown 18 nömrəm. Düz istifadə eləməmişəm. İndi birlikdə istifadə edəcəyik. Saçımı da yaxından göstərirəm sizə. Gördüyünüz kimi ağ tüklər var saçımda. Ağ saçlar var. İndi bərabər bunu şampunla yuyub təkrar sizə göstərəcəm. Effekti necə olacaq? Mən əslində düşünürəm ki, 15 dəqiqə saxlayım, saçıma çəkim saxlayım, sonra yuyum, sonra görək nə effekt verəcək. Saçımın hal-hazırdakı vəziyyəti budur. Tamamən kraska kimi qoyulur saça. Yəni saçda görüntüsü bildiyimiz kraskadır. İyi də dəhşət ximikatdır. Elə kraskan iyi gəlir. Hətta elə bir kraskadan da biraz daha tündür. Mən Coffee Brown almışam, amma belə bardov rənglərdə də elə bir saçım hal-hazırda. Ona görə düzü biraz qorxuram. Fikirləşirəm ki, 15 dəqiqədə saxlamayım, daha tez yuyum. Bir də əlimin də vəziyyəti belədir. Göstərim sizə. Əlcə ilə qoymurdum, mən elə bildim şampun kimi olacaq. Amma bildiyiniz gibi kraskadır, elə bir saçıma kraska qoymuşam əlimdən. Ona görə əllərimi yamama, dırnağımın içi də belə qaraldı, gərək təmizləyim. Saçımın son halını şəkillərdə görürsünüz. Gördüyünüz kimi sadəcə ağ saçlar, xırda tüklər rənglənə bilib. Ona görə fikirləşirəm ki, boya istifadə etmək daha keyfiyyətli olar. Bu tip məlumatları əldə etmək istəyirsinizsə kanalıma abunə olun, məni takip edin. Sağ olun, sevgilə qalın.